Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyalarla bağlı vacib məlumatları, son məlumatları çatdıracağıq. Növbəti aydan etibarən pensiya alan vətəndaşlar üçün və pensiyaya yeni çıxacaq vətəndaşlar üçün vacib dəyişikliklər var. Hansı vətəndaşlarımız pensiya ala bilməyəcək bundan sonra bu haqda məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Azərbaycanda əmək pensiyası alan və ya əmək pensiyası almağa hazırlaşan, pensiya yaşına çatmış və əmək pensiyası almağa hazırlaşan vətəndaşlarımız üçün yaxşı olmayan bir məlumatı sizlər üçün çatdıracağıq. Qeyd edim ki, Azərbaycanda əmək pensiyası bilirsiniz ki, bir neçə şərtlə vətəndaşlara verilir. Sizin 40 min manat pensiya kapitalınız olmalıdır. Yəni bu birinci şərtdir. Sizin müəyyən dərəcədə pensiya kapitalınız olmalıdır ki, siz əmək pensiyası ala biləsiniz. 2025-ci il üzrə pensiya kapitalı isə 40 min manat təşkil edirdi. Eyni zamanda